Zəlinin deməli ağız maddəsində çox faydalı fermentlər var. Bax, məsələn, oliqoraz adında bir ferment var. Bu ferment damarları genişləndirir və orqanın qidalanmasını yaxşılaşdırır. Eyni zamanda, bax, məsələn, göz xəstəliklərində, göz qızarmalarda, sonra retina qişasının qopmasında, güzehli qişanın iltihabında, ümumiyyətlə göz iltihabı xəstəliklərinin hamısında zəli çox gözəl təsir edir. Niyə? Zəlinin həm yerli təsiri var, həm də ümumi təsiri var. Yerli təsiri, yəni göz ətraflarına qoyduğumuz zaman yerli təsiri odur ki, burada həm damarları elastikləşdirir, gözün özünün qidalanmasını daha yaxşılaşdırır və mikrosirkulyasiyanı yaxşılaşdırır. Və bir də zəlinin ağzında lizinlər var, lizinlər, yəni əridicilər. Bunlar qidalanmaya maneə törədən, məsələn, dozları əridə bilir, trombları əridə bilir, sonra müxtəlif xolesterin sələflərindən ibarət topaları əridə bilir. Yəni bunların lizinlər bax buna deyirik. Bunların hamısını əridə bilir və məqsəd də nədir ki, həmin toxumanın qanla təchizatını yaxşılaşdırsın. Əgər bir orqanın qanla təchizatını lazımi səviyyəyə gətirib çatdıra biləriksə, o orqanda heç vaxt heç bir problem ola bilməz. Həmişə problem qan dövranı pozulan orqanlarda ola bilir. Göz də bir orqandır. Bizim gözümüzü qidalandıran damarlarda bir problem olarsa və yaxud da sinirlərdə bir problem olarsa, mütləq özünü göstərəcək.